Əgər bu çaşdırıcı suallarda düzgün cavab versəniz, deməli başa düşürsünüz. Yaxşı, deyil, xahiş edirəm, olarmı? Bu kimi ifadə işlədilir. Hardadır? Rəqəm olaraq sadəcə deyin. 2-2. Ay sağ olun. Çünki nitq etiketləri hardaydı? 2-2-də idi. Bəs yaxşı, zövq, gözəllik harda olacaq? Estetikdədir, bəli, yaradıcılıqda. Bəs yaxşı, özünə xidmət hansı inkişaf sahəsindədir? Fiziki inkişafda, bəli. Bəs yaxşı, deyir ki, elektrikdən ehtiyat edir, dəhlizdə yeriyərkən ehtiyatlı olur. Nə olacaq? 1-3, bəli. Niyə 1-3-dür? Çünki təhlükəsizlik qaydalarına riayət edir, bəli. Tolerantlıq hardadır? 4-3-də, ay sağ olun. Böyüklərə hörmət harda olacaq? 4-3-də, bəli, doğrudur. Başqasının mövqeyini qəbul etmək hansı inkişaf sahəsindədir? Estetik yaradıcıdadır. Başqasının mövqeyini